Havalar həddindən artıq isti olub qızlar. Bizim Lilimiz də bu vaxtı sərin balkonda çıxır, hava alır. Lili. Lili. Sizi bu isti havada yeni vlogumla salamlayıram. Xoş gördüm hər birinizi. Bugün evdəyəm. İşlərim çoxdur. Müəyyən bir işləri sizlərlə paylaşacağım. Və axşam tərəfi də düşünürəm ki, kəndə gedim. İnanın ki, kəndə sizə elə bir vloglar çəkəcəm. Gəl görəsiz, bərbad vəziyyətdədir evlərimiz, təmir gedir. Və demək olar ki, payızda gələndən sonra, biz payızda bura gələndən sonra ora heç əl vurmamışıq. Ona görə təmizliyə gedəcəyik. Bir tərəfdən ürəyim ağrıyır. Bir tərəfdən də maraqlıdır. Belə yeni günümüzə və yeni vlogumuza başladıq. Xoş izləmələr. İlk öncə 3 bacı dolması hazırlayacağım. Dünən almışdım, story'da paylaşmışdım Instagramda. Biberlər çox gözəldir bu dəfə. Həm də çox yumuşaqdır. Bilmirəm daha dolmada necə olacaqsa. Bir də pomidorlar çox bəyənirəm. Belə xırda, eyni formada bərk pomidorlar seçirəm. Canları da eyni razmerdə götürmüşəm. Dolma üçün belə daha uyğun olur. Biberlərin içini təmizlədim. Belə. Baxın, başı belə kəsdim, hazırladım. Pomidorları da mən bu tərəfdən yox, bu tərəfdən kəsirəm, içini təmizlədim. Təmizləmiş içi saxlayıram ki, dolmanın üzərinə əlavə eləyim. Badımcanları əvvəlcə əlinlə belə qəşəng ovuşdururam. Sonra da kəsirəm, duzluyuram, qoyuram. Duzluyub qoyandan sonra bir hardasa 15-20 dəqiqə acılığı da çıxır. Sonra qəşəng suyun altında içini təmizləyirəm. Yəni parmaqlarım qəşəng bax, boş pulunu ət gedəcək qədər olur. İndi də bunları qəşəng qoyuram tavada. Biraz qızardıram. Əslində biberləri əlavə edəcəm. Çünki biberlərin dadı gözəl olur. Onun gözəl ətir qoxusu badımcana da geçsin deyə. Hər iki tərəfini qızardı. Sırf içliyim burada hazırlayıram. Soğan əlavə eləmişəm. Göyərti, bir də ət. İndi duz, əlavə edəcəm. Və dolmanı hazırladım. Bu arada onu qeyd edeyim ki, içliyi qovurmadım. Bu dəfə belə hazırladım. Yadımdan çıxdı əslində. Yayımdaydım ona görə. Üstünə də həmin pomidor sosu və yağı əlavə elədim. Qapağı qoyub vamodda hazırlayacağım. Bugün səhər yuya bilməmişəm. Ona görə çox vaxtı həm istidir deyə, həm də bugün səhər yumamışam deyə bağlayıram. Hazırlaşdım, yeməyi yedim. Və insanın ümumiyyətlə həyatda elə bir paltarları olur ki, nə qədər giyinsən də onlar sənə rahat gəlir. Mənim üçün ən rahat geyim bax bu geyimdir. Bu şalvarla köynəyi çox sevirəm. Harasa nəyisə işi görməyə gedəndə tez bazar bunları atıram bədənimə və gedirəm. Bu arada çox arıqlamışam. Demək olar ki, 3 kiloya yaxın çək itirmişəm. Nə ilə bağlıdır? Təbii ki, içdiyim kokteyllə. Kokteyl çox kömək eləyir. Həm də biraz özümdə hərəkət eləyirəm. Birazca dietik yeməklərə fikir verirəm. Belə mən yavaş-yavaş gedirəm. Kənardan biraz gəlir, yəni artdığını görəndə deyirlər, wow, filan kəsə baxır. Nə qədər, yəni ki, uğuru var, nəticəsi var, gəliri var, inkişafı var. Amma bilmirlər ki, o uğurun, o inkişafın, o əldə etdiyin gəlirlərin arxasında da böyük zəhməti var. Bax, xanımlar, mən indi baxmayın da mənim yerimdə olsaydı, bəlkə deyərdi, şirkətin illik direktorudur, nə vacibdir çatdırmalara. Amma bax, maşına baxsaz, mən də çatdırmalardayım da özüm. Xanımlar elədir ki, bizə qoşulanlar, evdar xanımlar olur və onlar da gelib hardasa məhsul götürə bilmirlər rahat şəkildə. İlk öncə mən də elə olmuşam. Ona görə də mən onlara sadəcə dəstək oluram ki, onlar da inkişaf eləsinlər, həyatlarını dəyişsinlər. Məncə, əziyyətsiz heç bir işdə nə gəlir, nə uğur, nə imkan, heç bir şey yoxdur. Bunlar yalnız mənim fikirlərimdir. İşlərimiz hazırdır. Bəlkə oturmağa maşında yer tapa bilmirik. Yavaş-yavaş düşürük yola. Xanla yavaş-yavaş gəldik, çatdıq kəndimizə. Mənzərəsi çox qəşəngdir. Sadəcə olaraq buranın işləri qəşəng deyil. Yoldaşım oradadır, samavar çay hazırlayıb bizə. Şirniyyatdan, konfetdən almışıq. Bəh, samavar çayı. Su verməyən güllərimiz. Bu bəzən o qədər təmiz olur ki, həmişə paltarları payız vaxtı burada yuyurdum. Əvvəl krantlar yox idi. Bu da bizim gilaslarımız. Yeri qəşəng. Yaxından çəkeyim.
Bu da dediyim həmin həyət üçün kafe. Bunu seçdim. Geçen bu həyətin vəziyyətinə baxın da. Təmir eləməsək olmaz. Bəh. Vişnələr. Bugün vişnələrdən biraz ağaca çıxıb yığacağım. Görəcəksiniz mən necə gilas yığa bilirəm. Sonra ağ gilas. Elə bil yağışlara görə çox say olub. Qəşəng samovar çayı qaynadacağıq bugün. Mən əslində samovar çayını yaxşı qaynada bilmirəm. Hardasa 1-2 saat çəkər məncə. Ən çətinlik çəkdiyim. Bəh, görürsünüz samovar ne güzel kaynar. Bugün dedim diye tez kaynadı. Buna bak, ilk önce stekanları yiyeceğim. Görün onları necə ağappaq kağız kimi eləyəcəm. Samovarı qəşəng qaynatdım, gətirdim bura. Qalmayıb ve ağaçlar qalmayıb. Əvvəl 2 dənə böyük vişnə ağacı var idi burada. Təsəvvür edin ki, 2 dənə böyük vişnə ağacından hamısını bax dənə-dənə belə yığırdım. Sonra da satırdım. Evə qab-qacaq alırdım. İndi o ağaclar bilmirəm necə oldusa qurudu. İndi qalıb bu biraz. İndi bunu da ancaq yemək üçün, kompot üçün. Kompotun da qızlar vaxtı bitir. Məndə də indi burada qalmağa vaxt yoxdur. Orada o işi qalır. Yoksa ben sabahları kompot bağlayardım. Əslində bugün kebab bizim ağımızda değildi, yani mən heç istəmirdim. Nədənsə deyəsən işlər çox oldu, yorğun oldum. Tək dovğa yaxşı olmaz, ona görə də dedik belə kebab da çəkək. Bugün kənddə qəşəng odun keçirib dovğa hazırlayacağım. Əslində mənim ən sevimli, bəlkə də izləyirsiniz yeməklərdən biridir. Bir çox insanlar dovğanı sevmirlər, amma mən özü də ki bugün hazırlayırsan, xaladelnikə qoyursan, soyuq olandan sonra bəh elə ləzzətli olur ki. Bunun ləzzəti ayrıdır. Çox dadlı olacaq. Qazanı necə götürəcəm bilmirəm day bu odun üstündən. Ya qaynayıb daşa. Qızlar, əvvəlcə duz, göyərti əlavə etmirik. Qazanı qaynadırıq. Qaynayanda artıq əvvəl duz, sonra da üzərinə göyərti əlavə edirik. İndi artıq mən bunu qaynamış, yəni vəziyyətdə götürəcəm odun üzərindən. Biraz vam odda saxlayacağım, bir 15-20 dəqiqə, kapağı açıq.
Ümumiyyətlə dovğanı tam soyuyana kimi qapağı açıq saxlamaq lazımdır. Bizim artıq kebabımız da hazırdır. Bizə nuş olsun. Siz də göz haqqınızı halal edin. Bu arada qızlar, kanalıma abunə olub, bildirişləri açıb, bəyənib fikirlərinizi yorumda yazmağı unutmayın.